Yattım, durdum. O telefonun bataryası bitiş göstərər ki, zaryatka bitiş var. Cəmi bir qırıq. Bir qırıq zaryatka varsa evdə qalmaram ki. Şöyle Gözəl Şorkənd məktəbi, Gözəl Şorkənd məktəbi. Allah bütün dünyadan keçənləri rəhmət eləsin. Çox yerə gedirəm balıq avva. Bura mənə doğmadır. Bu Şorkəndin cəmaatı, insanları tanıyırlar. Gecə çöldəyən balıq deyir. Buradan gəlib bir dənə qoğal alırsan, hələ bilirsən ki, çipos kebab yemisən. Dostlarım, yoldaşlarım, ələ xüsus da mən fövqəladə hallar dostum, rahat kardeşim, düzdür on hələ kəndinə çatmamışıq, Qaraqaşlıdadır. Allah onu mənə çox görməsin. Birinci, Allahın ümidinə gedirəm. İkinci, onun ümidinə gedirəm ki, harda olsam gəlib tapacaq məni. Allah balaları xoşbəxt eləsin, rahat, qardaşlıqdan eksik olmayasın. Bilirsən də mən xəstəyəm də mən qala bilmərəm ki buralarsız. Allah acıq getməsin. Burada tapşırmısan mənə. Mən də ayıq sayıq gecə gündüz keşikindiyəm də. Arxin. Öpürəm, var olasınız bütün Qaraqaşlı Şorkənd cəmaatı. Başda dostum rahat olmaq şərtidir. Bu da Mahmud əmiyin yeri, uşaqlığımdan gəlib getdiyim yerlərdən biri. Mahmud əmiyin fantomu, Vadakaçkası. Gözəldir də, valla gözəldir. Azərbaycanın hər yeri gözəldir, hər yeri. Doğulduğun yeri ki çox istəmədin, böyüdüyün yeri ki çox istəmədin, onda nə insaniyyətlikdən söhbət gedə bilər. Yeri gəlmişkən burada Məhəmməd əmi var. Bu çölün, izin, yaxşı balıq dəyən yerlərin Müşbaz Məhəmməd də deyirlər, Kafelçi Məhəmməd də deyirlər. Çox yerləri bu tərəflikdə mənə o başa salıb tanıdım. Allah ömür versin.